Oktyabrın 24-də Gülüstan Sarayında Sosial.gov 2025 Süni İntellekt, İnsan və Transformasiya üçün adlı beynəlxalq konfrans keçiriləcək. Bu konfransda yerli və beynəlxalq ekspertlər bir araya gəlib, sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərini qiymətləndirəcək. İnnovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarını müəyyənləşdirəcəklər. Konfrans ərzində 3 panel sessiyası keçiriləcək. Müzakirənin moderatorlarından biri də Bir saylı Dost Mərkəzinin direktoru Ruslan Mirzəliyevdir. Onun moderatorluq edəcəyi panelin müzakirə mövzusu isə gələcəyin əmək bazarı, insan və süni intellekt sintezində yeni imkanlar olacaq. Texnologiyalar inkişaf etdikcə, süni intellekt inkişaf etdikcə bizim işimiz rahatlaşmaqla bərabər həmçinin də işimizin mahiyyəti dəyişir və bununla bu səbəbdən də müəyyən bir risklər yaranır və bu risklər çərçivəsində insan necə adaptivləşməlidir həmin situasiyaya, çətin bir situasiyaya və yeni bir şəraitə, həmçinin də necə öz xeyrinə istifadə etməlidir bu bütün texnoloji yeni alətləri. Panel sessiyalarında bu mövzularla birlikdə həm də süni intellektin inklüziv sahəyə yansıması da müzakirə olunacaq. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari süni intellekt və sosial inklüzivlik, mövcud imkanlar, qarşıya çıxan çağırışlar və potensial risklər mövzusunda panel sessiyasının moderatoru olacaq. Sosial xidmətlər sahəsində bilirsiniz ki, sənədləşmə böyük bir prosesdir. Burada müraciətlərin emalı və qiymətləndirilməsi artıq avtomatlaşdırılır. Və ən vacibi odur ki, əlilliyi olan şəxslərin və onların gündəlik həyatının daha asanlaşdırılması etmək. Məsələn, nitq və görmə məhdudiyyətli insanlar üçün artıq süni intellekt vasitəsilə müxtəlif platformalar və proqramlar hazırlanır. Və o da əlbəttə ki, onların gündəlik həyatında, həmçinin məşğulluq proseslərində, tədris proseslərində doğrudan da müsbət təsir edir. Bundan başqa konfransın keçirilməsi sosial müdafiə sahəsində göstərilən xidmətlərin əlçatanlığının artırılması, idarə etmənin inkişaf etdirilməsi, rəqəmsal yeniliklərin tətbiqi və xidmətlərin vətəndaşlar üçün adekvat formada çatdırılması yollarının araşdırılması ilə dövlət-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasına imkan yaradacaq.